2026'da çıxacaq animelərdən bəhs edirik. 2026'ya çox az qalıb. Mən də dedim ki, 2026'da çıxacaq animelərdən bir bəhs edək. 2026'nın yanvarında 4 dənə animemiz var. Hell's Paradise'nin ikinci sezonu gəlir. Mən çox sevirəm. İzləməmişsinizsə mütləq biri izləyin. Elə 2 çıxana qədər ancaq izləyib qutararsınız. Frieren ikinci sezon gəlir. Mən Frieren'i o qədər çox bəyənməmişdim, amma bilirəm ki, sevəni çoxdur. Fire Force'un ikinci sezonun ikinci partı gəlir və Jujutsu Kaisen'in ikinci sezonu gəlir. Jujutsu Kaisen'in ikinci sezonun ilk 2 bölümünü dekabrda film olaraq verəcəklər. Amma mən bilmirəm Azərbaycana gələcək ya yox. Bundan sonra isə gəlir 2026'da il boyunca yayınlanacaq animelər. Studio Pierrot 3 dənə anime eləyir eyni anda bilirsiniz. Boruto'nu eləyir, Black Clover eləyir və Bleach'i eləyir. Gələn il Bleach'in çıxacağı dəqiqdir. Amma Bleach'in yanında yəqin ki ya Black Clover ya Boruto, hər ikisi də ola bilər bu arada, amma düşünürəm ki, yəqin ki ikisindən biri də yayınlanacaq. Oshinoko'nun 3-cü sezonu gəlir. Tokyo Revengers'ın 4-cü sezonu gəlir. Mən onu da çox sevirəm. Re:Zero'nun 3-cü sezonu gəlir və Victoria Wanda and Sword'un 2-ci sezonu gəlir. Victoria Wanda and Sword da çerezlik bir animedir bu arada. Noyabr ayının anime xəbərlərində bu ay çıxanlardan da bəhs edəcəm. Bu ay çox fazla animemiz var. O vaxta qədər əzizə diqqət edin. Görüşənədək.